Lənkəran şəhərində bir yaşayış binası faktiki olaraq uçmaq təhlükəsi ilə üz-üzə qalıb. Qəzalı vəziyyətdə olan binada insanlar hər gün risk altında yaşayırlar. Problemin həlli isə hələ də gözləmə mərhələsindədir. Yağış, külək əsəndə qorxuruq, indi uçular ev. 23-24 ildir burada yaşayıram. Qışda demək olar vəbşi yaşamaq olmur. Bu yağış yağanda sonuncu evlərimiz sel içindəydi. Lənkəran şəhərinin Şirəli Axundov küçəsində yerləşən yaşı bir əsrdən artıq olan və istismar müddətini başa vurmuş yaşayış binası sakinlərin kabusuna çevrilib. Binada yerləşən bütün mənzillər qəzalı vəziyyətdədir. Tikili həm daxildən, həm də xaricdən ciddi deformasiyaya uğrayıb. Döşəmə və divarlarda iri çatlar əmələ gəlib. Ümumiyyətlə divarlara barmaq vurmaq olmur. Hamı uçurum vəziyyətdədir. Elə belə yavaş-yavaş gəzirik ki, indi uçulmasın. Bəzən pis günləri, pis rüzgarda evimin isə gəlib baxın, dağım-dağımdır. Mənim evimiz, hamının evlərimiz rütubətdir, nə gündədir uçurur, dağılır. Binanın qəzalı vəziyyətdə olması səbəbindən bəzi sakinlər başqa ünvanda yaşamağa məcbur qalıblar. Bununla belə təhlükənin hər an real olmasına baxmayaraq, bir qrup sakin hələ də öz mənzillərini tərk etməyib. Aidiyyatı qurumlar sözü gedən binanın yerində yeni binanın inşası ilə bağlı fikirlər səsləndirsə də, indiyədək bu istiqamətdə konkret addımlar atılmayıb. Bu binalarla bağlı şəhər icra hakimiyyəti başçısının tərəfindən məktublar göndərilib Nazirlər Kabinetinə, Fövqəladə Nazirliyinə və bu məktubların nəticəsi olaraq Fövqəladə Hallar Nazirliyinin Azərdövlət Layihə Dövlət Baş Müftü tərəfinin mütəxəssisləri, icra hakimiyyətinin memarlıq və tikinti məsələlərinin mütəxəssislə birlikdə baxış keçirilib, texniki baxış və akt tərtib edilib. Aktla bağlı hazırda Nazirlər Kabinetinə müraciət olunur. Bununla bağlı vəsait ayrılacağı təqdirdə həmin binalarda yaşayan vətəndaşlar üçün yeni binanın tikilməsi məsələsinə baxılacaqdır. Görünür, illərdir qəzalı binanın yenisi ilə əvəzlənəcəyini gözləyən sakinlər hələ bir müddətdə səbir etməli olacaqlar. Ümid edək ki, bu gözlənti faciə ilə nəticələnməyəcək və problem vaxtında həllini tapacaq.